Salam hər kəsə. Belə bir sualımız var. Neçə n müsbət tam ədədi üçün n üstü 18 bölünsün n ədədi tam olar? N-in bir qiymətinə baxsaq, bizim şərtimizi ödədiyini görə bilərik. N-imiz fərqli olsun 1-dən. N-imiz hər hansı bir tam ədəddir və bunu m üstü k şəklində yaza bilərəm. N-imiz 1-dən fərqlidir deyə, m-imiz də 1-dən fərqli olacaq və k-mız da müsbət tam ədəd olacaq. Və qeyd eləyək ki, mən burada m ilə bir ədəd götürmüşəm ki, m hər hansısa bir ədədin artıq tam qüvvəti olmasın. Gətirib ifadəmdə yerinə yazsam, mənim ifadəm olacaq m üstü 18k bölünsün m üstü k. İndi m hər hansısa bir ədədin qüvvəti deyil deyə, bu ifadənin tam olması üçün qüvvətimiz də tam olmalıdır. K-nın gəlin qiymətlərinə baxaq. K bərabərdir 1 olduqda bizim qüvvətimiz 18 bölünsün m olur. M-in ala biləcəyi qiymətlər, m-imiz 1-dən fərqlidir deyə, 2-dir, 3-dür, 6-dır. Normalda 9-da olmalı idi. Sadəcə 9 3-ün kvadratıdır deyə 18 1-də olacaq. K bərabərdir 2 olduqda bizim qüvvətimiz 36 bölünsün m kvadratdır. Bu ifadənin tam olması üçün m 6-nı bölməlidir. M-in ala biləcəyi qiymətlər 2, 3 və 6-dır. K bərabərdir 3 olduqda mənim qüvvətim 54 bölünsün m kub olacaq. M-in yeganə qiyməti 3-dür. K bərabərdir 4, 5, 6 qiymətlərini də rahatlıqla yoxlayıb həllin olmadığını görə bilərsiniz. K böyük bərabərdir 7 olduqda isə bizim qüvvətimiz, yəni 18k bölünsün m üstü k-da, m-in ən kiçik qiymətində belə bizim məxrəcimiz sürətdən böyük olacaq. Yəni 18k kiçik olacaq 2 üstü k-dan. Bu o deməkdir ki, məxrəcimiz sürətdən böyük olacaq deyə artıq sürət məxrəci bölünə bilməyəcək və bu halda da həllimiz olmayacaq. M və K-nın qiymətlərini yerinə qoyaraq n üçün 9 müxtəlif qiymət ala bilərsiniz.